Xocavənddə dövlətimiz tərəfindən təmir olunub təhvil verilən bina evlərini sizlərlə bölüşürəm. Sizlər üçün 2 ayrı ev çəkdim. Otaqların hər biri çox yaxşı təmir olunub, həmçinin hər biri də bir-birindən böyükdür. Mətbəxin böyük olsun deyənlər üçün möhtəşəm bir evdir. Kim yaşayacaqsa sağlıqla yaşasın inşallah. Bu ev 2 otaq, həmçinin bir mətbəxdən ibarətdir. Koridorda çox böyük idi. Tam təmir olunub, yaşayışa hazır vəziyyətdə idi. Əminəm ki, aramızda illərdir belə böyük mətbəxin, həmçinin evin arzusunda olanlar var. Bunun üçün dövlətimizə dərin minnətdarlığımızı bildiririk. Həmçinin Allah şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımıza can sağlığı versin. Bugün Qarabağda gözəl yurdumuzda tam şəraitli evlərlə təmin olunur. Və bu da sizin üçün çəkdiyim ikinci evdir, həmçinin mətbəxi. Gəzdiyimiz, həmçinin sizlərlə bölüşdüyüm evlərin hər biri bir-birindən gözəldir. Rəbbim bu yerlərdə sağcanla yaşamağı bizlərə nəsib eləsin. Videomuz maraqlıdırsa bəyənib bu kimi videoların davamı üçün səhifəmizi izləməyi unutmayın. Artıq yaz gəldi, Qarabağı gəlin birlikdə kəşf edək.